Yox. Vururlar. Merhaba, selamünaleyküm. Vaxtsız oynayırlar ha. Ha, bir oyun vaxtı, salam vaxtı. Bu şahmat öyrənmək prosesi necə olmuşdu sizə? Mən birinci əslində damadan başlamışam. Çünki Tamam, mənim hə. rəhmətli babam vaxtilə güclü oynayanlardan biri olub və onu mənimlə evdə qoyurdular. Özünə bir Yarışdırırdılar. sözlə naparnik axtarırdı. Ona görə məni yetişdirməli idi ki, onun əsasən oyunları yaxşı getsin. Hə. Damanı çox yaxşı öyrətdi. Hətta məktəbinə qədər getdim, amma şahmat sanki Amerikadakı vaxtlarımda daha çox marağıma səbəb oldu. Orada chess var idi, Yahoo chess var idi. Oradan başladım oynamağa. Bir də pandemiya dövründə, yəni pandemiya dövründə Vaxt çox oldu, hə? çox ciddi girişdim məsələyə, çünki vaxtım var idi və arada fasilələr də xoşuma gəlirdi. Onu mən görmüşdüm. Qarşılıqlı görməməklər bizim axırımıza çıxacaq da. Mən şahmat məsələm necə olub? Bizim uşaqlıq şahmata 70 qardaşımla uzun müddət, amma şahmatda bir şey var ki, müəyyən bir yaşa qədər respublika səviyyəsində nəticə göstərmədirsə, hətta 12 yaşa qədər, ondan sonra yəni bu ilərdə effektiv olmur da, vəzim bulanmır. Effektiv olmur. Yəni biz artıq universitetə başladıq. Hə. Çox sağ olun, təşəkkür ederim. Ona görə artıq 10-cu sinifdən sonra şahmatdan peşəkar şəkildə məşğul olmağa başı buraxdıq. Başladıq universitetə hazırlaşmağa. Sevdanın yolları ayrıldı. İndi baxıram ki, çox maraqlı işə nəyə fikirmişəm. Deməli, əvvəlki dünya çempionlarına baxırsan, şahmatdan qoca kişilər də Steynis, nə bilim, Alyoxin, Tal falan. Amma son illərdə, yəni ki, şeydən, 12 yaşlı uşaqları görürəm. Kramnikdən səhvləmirəmsə etibarən artıq cavanlaşmağa başlayıb o şahmat nəsli. Çox maraqlıdır. Türkiyə yaman son illərdə fikir verən. Yaman Yağız idi, qəribə Ediz Gürellə Yağızı. Bir də Şəhriyar Məmmədiyarov da orada nəsə edirdi. O 52 idi yenə görə. Bu şahmatla bağlı kitab falan oxumusunuz belə, yəni şahmat. Mən əslində Amerikadan özümlə xaricdə təhsil aldığım bir il müddəti bitəndə bir 8-9 kitab gətirmişdim. Onlardan biri var idi, Chess for Beginners var idi. Amma mən kitabdan daha çox mənə elə gəlir ki, onlayn platformalardan öyrənmişəm. Əsasən də o streaming edən Chess.pro kanalı var idi, Kanadalı GM-lər. Onlar çox xoşuma gəlirdi. Onlara çox baxırdım. Sonra Gotham Chess olan var. O da maraqlıdır. Çox qəşəng var. Sizə maraqlıdır, siz niyə onu eləmirsiniz? Bizdə var onu eləyən. Bizdə mötəki şahmat məsələsində ən yaxşı blogerin ona bildirmiş olaraq düşünürəm ki, şeydir, Muraddır, bəlkə Murad Həşim. Chessborundur, nəsə. Bəli, Chessborun TV. O, həm də ki, Azərbaycan Şahmat Federasiyasının FIDE-ilə də əməkdaşlıq edir və çox səviyyəli, yəni, işi peşəkarcasına aparır. Hətta o çempionatlara gedir, yəni, o yurda bilir. Nümayəndə kimi. Nümayəndə kimi. Bir canlı yayınlar, filmlər, çox qəşəng işlər görür, o bəyənirəm mənə görə. Həm özü də şahmatçıdır deyə, yaxşı oynayır deyə, maraqlı analizlər edir. Həm Azərbaycan çempionatında, Özbəkistandakı yarışlar oradaydı. Keçək kitabları, kitablardır. Çox da incə bir məqamdır. Bu 306 söhbəti qəribə gəlir. 306 söhbəti necə idi, o mahiyyət nə idi, necə idi, nətər idi, onu tam düşünməmişdim. 306-dan əvvəl mənim vəziyyətim ağırdı. Gəri 306-nı düşünmədən əvvəl başqa məsələləri həll edeyim birinci. Mən öyrətdim ağrıyız, yox. Mən belə başlaşdım ki, vəziyyət ağırdı. 306 məndə əslində daha da ağırlaşdı. Vay. Onda anladım ki, belə eləməliyim, başqa variant yoxdur və onunla da birazdan bitirəcəkdir. Nə bunu aşağı edək.
Şöyle. Başqa variant yoxsa. Sağ olasın. İndi keçək. Yaxşı, bax, pis sual soruşur vəziyyəti. Lazım olmaq soruşuyor, sana heyecanlandırdım. Bugün kitabı al yemək heyecanlanacaq. 306 əslində mənim özümün belə deyim də, Azərbaycanda yəqin ki bilirsiniz bu yerli müəlliflərin vəziyyəti Bəli. ürək açan deyildimi? Ümumiyyətlə orada ürəklə bağlı heç bir şey qalmayıb da. Amma biz işlərimizi görəndə bəzən emalatxana yazıları, düşüncələr, eksperimental yazılar olur ki, onu mesela xüsusi oxucu kütləmiz çox sevir də. Onlar izləyirlər və onlar istəyir ki, yazıcıdan nəsə qalsın özlərinə. Fikirləri necə yarandı, falan romanı, falan əsəri düşünmədən əvvəl hansı yazı var idi ki, o təsir elədi ona. Belə 30 yazıdan ibarət müxtəlif vaxtlarda elədiyim qeydləri yığıram. İldə bir dəfə bu çap olunacaq. Amma bunu limitli şəkildə edirəm və ancaq 306 nəfərdə olacaq. Ki, bundan əvvəlki illərimi də bilirsiniz, elə şeylər eləmişəm. Ubuntu'da da olmuşdu sənə, Ubuntu'da da elə idi. Ubuntu, Lamartine, Aldo, indi də 306 elə olacaq. Mən düşünürəm, Kvan və Danış görək daha belə kütləvi qalsın, Kvan Kəsov kütləvi qalsın. Orada Danış görək kütlədən yenidən nəşr olunur, sarı üzlü qabağında. Əslində, Mimta yayınları ilə bu yaxın vaxtlarda bir əməkdaşlığa başlamışam. Çünki onların işlərini yaxından izləyirdim və araşdırdım. Çox keyfiyyətli işləyirlər və xeyirlisi də indi ondan... O kitabın şəklini qoyacam videoda mütləq buralara bir yerə. Amma mənə indi təhlükəli suallar soruşmayın. Başımı qatmıyor. Növbəti dəfə uduzmayın. Belə, yəni 306-nın mahiyyəti odur ki, il ərzində həmin o mənim bir növ moment gələndə yayda əsasən yazıram. O yazıları toplayıram və xüsusi bir kütləm var, hansı ki, Kofi Alda izləyirdi. Yaxud əvvəllər Instagramda, Facebookda izləyirdilər, onlar istəyirlər onu. Amma yeni kəşf eləyəcək insanlar adətən Danış görək kimi, Kvan kimi kitablardan kəşf edirlər də, yəni belə demək olar. Bir də kitab hansısa dilə bildiyim qədər tərcümə olunmuşdur, olması. Bir dənə İngiliscə var, o bir dənə özü İngiliscədir, amma tutaq ki, Kvan və ya hansısa tərcümə olunmuşdur mu? Kvan özü İngilis dilinə tərcümə olunub. Sonra Qoçiya məktublar kitabı var, məndə İngilis dilindədir. Danış görəyin özünün İngilis dilindəki versiyası artıq hazırdır və beynəlxalq sərgilərə təqdim olunacaq. Bu işlər gedir açığı, amma bizdə indi mən istəyirəm lokalda bəzi məsələlərimi dəqiqləşdirim, görüm bizim bu yerli müəlliflərlə qurumlar da, yəni ki, bu mətbə işində olan insanlar, kitab evlərində olan insanlar bir ortaq bir məxrəc tapa bilərmi, yoxsa yox? Çünki mən məsələn bütün işlərimi çalışmışam, həmişə avtonom şəkildə görüm. Bir yerə qədər yaxşıdır, amma təlim və tədbirlər olanda istər-istəməz hər şeyi özün edə bilmərsən. Mən düşünürəm ki, imtahanakı əməkdaşınız alınar və yəni faydalı olacaq, uğurlu alınacaq deyə düşünürəm. Mən də izləyirəm, yəni uzun müddətdə əməkdaşlıq eləmişik və işlərinə və yazıçılarına sahib çıxırlar. Yəni, əslində onu odur. Açığı mən indi daha əvvəl Dastanla da işləmişəm. Seymur Gil çox yaxşı enerjiləri var idi. Günellə birlikdə. Gəncəyə köçdülər. Gəncəyə köçdülər deyə mən açığı artıq o zonada bir dəfə, iki dəfə. Bizim oturduğumuz məkan da onların idi. İndi Green Book kafe olub. Yəni və oradan da mən əslində Azərbaycandakı yazı işindən küsməməyimin səbəblərindən biri də onlar idi. Yəni can qoyurdular. Çətin dönəmdə dəstək oldu. Mən də yəni Seymurla birlikdə əməkdaşlıq eləmişik, ona qədər kitablar almışıq. Hətta yadıma lap əvvəl Seymur təzə açılanda, o məkanı təzə açılanda, yerini tam dəqiq xatırlamıram, Nizami tərəfdə idi, haradaydı, yoxsa elmlərdə idi. Açılışına getmişdik, belə kitabı icarə götürmək şeylə başlamışdı. Mənim gördüyüm ilk fədailərdəndir, hansı ki, böyük bir müəssisə deyil də fərdi şəkildə nəsə eləməyə çalışırlar. Açıq bizim bildiyimiz Nigar xanım var, o həmişə Əlin İno ilə bağlı öz hekayələrini paylaşır. Amma mənə elə gəlir ki, Seymur kimi insanlar da var, onları da bilməlidirlər. Özü çox da danışmağı sevmir. Mən nə qədər danışmağı kömək edirəm insanlara. O öz işi haqqında çox da danışmağı sevməyən tiplərdir. Amma ümumi hava budur. İngilis dilində mən onsuz da əvvəldən ingilislə yazmağa başlamışam. Sonra Azərbaycanda keçirmişəm. İndi sizdən əvvəl bir İrlandiya vətəndaşı ilə кейsi gördünüz deyə. Maraqlı söylə. Belə maraqlı bir moment idi. Nəsə çox fikirləşdiniz bu dəfə amma. Mən giriş elədim axı. Bəs mənə niyə demirsən? Mən ağış gəldim. Mən də deyirəm bu Sərxan bəy niyə belə düşünür? Saat olsa güzel var. Evet. Riskli uzun tərəfə qalacaq elədim ha. Mənə də maraqlı gəldi. Türklər demiş, hayırlısı.
Sizin planlar nədir ümumiyyətlə? Mən Valideynləri vallahi- yaman işə salmısınız. Valideynlərdən şikayətçiyim açığı biraz. Hoppa. Öz valideynlərindən bir şikayətçi. Belə valideyn kitab klubumuz var bizim. Valideyn qrupunda valideynlərin sayı çoxdur. Amma biraz aktivlik zəifdir. Mən bilirəm ki, nərəm öz işi var və s. amma Məncə Bakının həyatı artıq insanların davranışlarına təsir edir. Biz məsəl üçün tıxaclardan bezməyə başlamışıq. Nə bilim, öhdəliklər çoxalıbmı deyim. Yəni əvvəllər insanlar açıq-aşkar sanki biraz daha belə vaxt tapırdı bir çox şey eləməyə. bu var. Bir də bizdə yəni ki, ənənə yoxdur. Bizdə valideynlik üçün adam kitab oxuyarmı şeyi var yəni biraz. Bəzi onun fərqindədirlər, amma önəm sırasında sanki həmişə əvvəldə olmur da, bu çox təəssüf olsun ki, həmişə əvvəldə olmur. Okay. Mən düşünürəm ki, yəni bu çox önəmli məsələdir. Baxsan ki, adam öz sahəsində çox yaxşıdır, çox mütəxəssisdir və s. amma uşaq tərbiyəsindən bağlı elədiyi səhvlər və s. olur. O baxımdan düşünürüm ki, daha çox insan gələcək falan. Yaxşı olur, ilk görüşlərimiz yaxşı olubdu, yəni. İlk görüşdə mən gözlərimdən çox adam gəlmişdi. Səhv xatırlamıramsa bir. Mənə elə gəlir ki, sizin özünüzün çox yaxşı belə seçimlər var, kitab və siyahılar baxımından. Amma bizim insanımızın tənbəlliyi deməyim də, onun vaxtının azlığı sanki onu məcbur edir, daha kompakt məlumatı. Kimsə versə qabağa düşürlər qısacası. Audio kitab versiyasında. Elə bizim də format odur. Yəni deməli kitabın oxuyub gəlmək deyə bir şərt yox, yəni məcburiyyət yoxdur. Kim istəsə gəlir, həmin gün orada bir kitabı ətraflı, detallı müzakirə edirik, hər şeyi oxuyuruq. Yəni hər şey haqqında da danışırıq da belə deyim. Yenə gəldi o janjanlı çətin hissələr gəldi çıxır. Keçib eləyəydi. Elə gəldi. Səbnə buna şah edək. Məsələn. Siz çox belə maraqlı momentlər var. Burada sürətə var. Sürün görək bu işlərin artırında olacaq. Mən də keçirəm artıq yavaş-yavaş Edis Gürəlindir vəziyyətinə. Dörd də bunlar neydə? Gəlsə burada, gələk bura. Dördən sonra nə edir? Deməli, danış görəyimiz yenidən çıxıb. O, Vintada başqa kitablar təkrar çıxacaq mı? Böyük ehtimal, bəli, Kvanın belə simvolik bir tirajı qalıb, qutarandan sonra. Əslində o yenilənmək baxımından neçənci tiraja gedir? Artıq 3 mü olacaq, 4 mü olacaq? Kvan özü 6 tiraj olub yəni. Amma Türkiyədə də çıxarılıb. İndi bizim növbətçisi artıq 7-ci mi olacaq? 7-ci olacaq. Əslində daha çox çıxardı da mənim bu dediyim kimi bu kitab sərgiləri ilə bağlı, işlərimlə bağlı. Bu qədər yəni orada anlaşılmaz кейslər olur ki, onlar özü haqqında ayrıca kitab yazmaq lazım. Məndə elə bir mərhələ gəlib tutacaq ki, deyirəm ki, gələcəkdə, yəni yazıçının işi kitab yazmaq olacaq. Yəni başqa işlə məşğul olmayacaq. Elə mi olur? Məncə o dünya artıq yoxdur. Yəni yazıçının işi ancaq yazı yazmaq olacaq. Könül istərdi ki, elə olsun, amma mən nəsə ümidi deyirsiniz ona. Son illərdə ona inanmağım gəlmir açıq. Məsələn, sizdə məsələn o potensial böyükdür. Biz Azərbaycanda yazıçılara biraz əksiliyi odur ki, çoxsu xarici dil biliyi zəifdir. Sizdə ingilis dili kimi olduğuna görə, yəni sizin o mənada xarici bazara çıxmaq, yəni bir də Azərbaycanda yəni sənin bestseller olmağın sənə o qədər çox şey qazandırmaz. Amma sən xaricdə bestseller olduğun zaman o artıq böyük bir şey olur da. Yəni. Açığı gizlətməyim ki, bizdə biraz elə bir bizim yazıçıların potensialına inam yoxdur, industrial olaraq. Yəni müəssisə özü inanmır deyə. Nəticədə o problemləri yaşayırlar da. Yəni əslində real olaraq baxanda bəli, potensial nəinki məndə bir çox yazıçıda var da, amma yəni onun nə şeyə oxşayacaq, o danışırıq, deyinirik. Aha. Yəni gəldi o janjanlı momentlərə. Okay. Çox incə məqamlar yaranır. Mütaliə prosesi necə gedir bəs? Mən əsasən çalışıram, soyuq dövrlərdə oxuyum və amma o dövrlər başlayıb artıq. Yəni qış yuxusu var, bir də var qış oxusu.
Amma indi açığı məsəl üçün dərslərim və təlimlərim çoxdur deyə çalışıram özüm məsəl üçün daha öncədən müəyyən elədiyim bəzi siyahılar var, onları oxuyum. Hı. Son zamanlar açığı maraqlı bir şeylər tapa bilmirəm. Niyə? Çünki bir ara başladım belə daha coğrafi oxumağa da, yəni yaponlarla biraz maraqlandım, sonra türklərlə biraz maraqlandım. Amma görürəm, yoxsa vəziyyət ağırdır. Necə ki, indiki kimi də. Öyle daxildir. Nəsə yaman suallar soruşub məni çaşdırır. Oktyabrda kitab sərgisi olacaq da, oktyabrın 1-7-si. Orada necədir vəziyyət? Yəni hazırlıqlar gedirmi? Əslində oktyabrda bəli, mən bazar günü orada olacağam. Günorta 3-5 arası imzadır danış görəyə görə. Və o olandan sonra böyük ehtimal belə bir şeylər olacaq. Belə anladım ki, vəziyyət yenə də ağırdır. Oynamağın adı var ya da yoxdur. Belə eləyirəm, studiyer olan olub. Aha. Eləyək. Məsələn, məncə siz biraz tələsdiniz. Yox, tələsmədik. Yaxşı, məncə tələsdiniz. Ki? İnşallah ki tələsdiniz. Deyəcəm. Belə eləyək. Hava olsun, hava olsun. Yox, yəni danışdıraraq orada bilirsiniz. Gəlince Mən yoxlayım da onu. ağlarım mən oldum. Hayır, siz mən ağlayım, mən cavabım. Siz dəyişəsiniz. Və bu qədər vaxtda yadıma gəlirdi bu kitab adamı kimi, nə qədər kitab oxumusunuz da belə. Sizin yadıma gəlib köhnə müəssisədən bir xanım var idi. Deyəsən ildə 600 kitab oxuyurdu. O sanki artıq bu işi biraz başqa bir şeyə çevirmişdi. Əslində bir əsər olurmu ki, o sizə o köhnə günlərə qaytarır da, ayda oxumaq ləzzət elədi. Bir də var ki, axşam mən məsələn bu kitabın indi məzmununu danışmalıyım. Var ki, bu kitab açığı mən intaki məzmununu danışdığım və YouTube kanalıma yüklədiyim o videolar var, 500-dən çox video var. Orada kitablar təxminən 250-yə yaxında sırf kitabın təhlilidir də. O kitabların hamısı mənim oxuyub bəyənib fayda götürdüyüm kitablardır. Çünki oxuyub bəyənmədiyim və ya da çox faydalı əsər vermədiyim kitabın məsələn videosunu çəkmirəm. O emosiya olmur, o enerji olmur deyə. Ona görə demək olar ki, o kanaldakıların əksəriyyətini sevirəm, yəni və çox faydalanmışam. Amma indi tutaq ki, ağlıma nə gəlir? O vaxtı bədii ədəbiyyatdan desək, Stefan Zweig'i çox sevirəm. Tamam. Stefan Zweig'in Şahmat əsəri də var, hekayə də elə də kiçik bir. Səfərəndə son illərində yazıldı o. O çox bizim maraq. Hələ əslində oradakı simvolik olaraq o 2. Dünya müharibəsi, Hitlerə də bir göndərmə var. Məsələn, onu bəyənirəm. Stefan Zweig'in özünün Gülənin dünyasını bəyənirəm. Tolstoydan oxuduğum kitablar var, bəyəndiyim. Sonra sən onu siz mi tövsiyə eləmişdiniz mənə? Yuhanın Yaşamaq kitabı. Yaşamaq, o kitab çox bəyənmişdim. Nə qədər oxuyursan, o da çox bəyəndim. Onu ümumiyyətlə yazı marafonlarında da bir çox insana tövsiyə edirəm ki, qısa və konkret yazmaqla bağlı. Baxsan ki, belə qeyri-adi işlə yox da adam belə yığıb aparır da, yəni. Kitabın dizaynı falan maraqlıdır, belə çox sadə, adı maraqlı. O maraqlı. Bir də əsas mən indi oxuduğum, son illərdə oxuduğum daha çox biznes mövzulu kitablar da olub. Həmçinin uşaq tərbiyəsi ilə bağlı kitablara daha çox üstünlük vermişəm. Yəni əksəriyyətini bəyənmişəm. Məsəl üçün, tutaq ki, maraqlı kitablardan, belə fərqli kitablardan birisi, bu yaxınlarda Mintanın Yavaşla kitabını oxudum. Türkiyəli bir psixoloq və psixiatr tərəfindən yazılıb. Çox maraqlı, yəni günümüzdə bu qaçı-qaç dünyasında həyata fərqli yanaşmadan biraz yavaşlayıb, yəni sözün həqiqi mənasında yavaşlayıb, həyata biraz fərqli baxmaqdan danışıb. Mənə diqqətimi çəkmişdi o kitab. Hətta şahmatı da indi sürətli oynayırıq, var indi laf belə deyib. Amma mən dediyim kimi də son illərdə o axtardığım ləzzəti bilməzdim, tapa bilmirəm də, yəni. Çünki dəyişib, yəni insanların öncələr axtardığı şeylər, insanların dəyərləri mi deyim, daha belə merkantilləşiblər, daha belə kapitalistikləşib hər şey. Ancaq uğur və sanki pulun üzərində dönür hər şey və istər-istəməz o ədəbiyyat dünyasını da pis edir. Çünki yazıçıların əksəriyyətinin vaxtı ilə belə düşüncəsi olmayıb. Yəni, biz biraz düşünürük ki, onların əksəriyyəti biraz kasıb, biraz belə pis yerlərdən gəlirlər, amma elə deyil. Yəni, əksəriyyəti çox yaxşı həyat yaşayıb. Tolstoyun özünü götürək, Zweig'in özünü götürək, yəni o yaşadığı həyat tərzi minimum götürsə aristokratikdir də, yəni ki,
Şey biraz, Dostoyevski Onun da atası zabit olub. Onun da düzdür, indi münasibətlər baxımından problemləri olsa da, əksəriyyəti, yəni o Pulitzer mükafatlarını alanların hamısını götürək, Hemingway'in özünü götürək. Əksəriyyəti çox qəşəng yerlərdən gəlirlər və bu Orada özü də bir aristokrat ailədən olub. Azərbaycandakı yazıçı amma vəziyyətdən özü çıxmalıdır. Yəni həm yazmalıdır, yaratmalıdır, həm satmalıdır, həm marketinq eləməlidir, həm bir də sübut eləməlidir ki, bu Allah dünya yaxşı səviyyəli. yazsın. Yəni. Allah yaxşı yazsın. Görək də axırı nəyə gedir. Hələ ki 9 ildir mən bu işləri eləyirəm, yoxlayıram da görüm axırı nə olacaq. Deyəsən indi burada olduğu kimi o işıq. Hala görmədim. Bəli, işıq üzü görünür yavaş-yavaş. Deyəsən o ilahidən mesajdır. Yəni biraz da düz alınacaq. Ola vəzir getdi. Mən zəvədə qadıb, başım qadıb. Öyle vəzir mal. O lazımlı bir həmlə idi, onu elədim. Görək sonra nə olacaq. Deyək, gəlib burada aldatma prosesləri eləməliyik. Külək bacarırıq. Vay. O nə qədər vaxt çəkmişdik? 22 dəqiqə. Belə maraqlı podkastlardan nələr var? Belə tövsiyələriniz var mı? Podkast izləyirəm, maraqlı gəlir. Yəni yerli məsəl üçün, yerli, xarici bilirəm ki, belə çoxdur şeylər, fürsətlər, nə bilim. Yerli biz indi əvvəldən söhbətgahı görmüşük. Onlar çünki az-maz bu işin sanki əvvəlini gətiriblər. Və həmçinin də şey tapılar ki, formatı da, davamlılıq da o en azından sanki. Biraz mənə deyirlər, nə əcəb sən çağırmırlar, eləmirlər. Deyirəm, valla mən bilmirəm orada nədir məsələ, amma bildiyim qədərilə oxuyub Tural oxuyub da Kvanı, səhv eləmirəmsə. Onlarda da bir perioddur və əvvəl-əvvəldə hər şey yaxşı gedir. Sonra istər-istəməz hamıdakı kimi onlar da məhz qadın-kişi münasibətləri olsun, o bizdə provokativ tutaq ki, personajlar var da, onlarla baxılmağı çox olduğuna görə istər-istəməz onu edirlər. Mənə çağırmışlar bir dəfə, o da söhbətimiz olmuşdu, müzakirəmiz, belə maraqlı keçmişdi. Yəni, kütlə də çoxdur da. Sən burada kitab yazsan, 10 milyonun tutaq ki, 5 milyon, 4 milyon, 18 yaşdan yuxarı kitab oxuma kütləsidir, kitab oxuyandır. Onu sən nə qədərini çatacaqsın? Bir də var ki, düşün, burada yəni, nə bilim, 80 milyondan söhbət gedir. İngilis dili səsi var, nə bilim, nələrdən söhbət gedir orada. Milyardlardan söhbət gedir, o tərəfi də var. Mən açığı Kvan kimi əsəri ona görə yazmışam ki, Azərbaycanda illərlə kitab oxumayan insan belə özünü bu prosesdən kənarda görməsin. Yəni, əslində yazılarımın məqsədi, yuxuğa mən ona görə xoşuma gəlir ki, biz çox vacib olan mesajları şərt deyil ki, çox uzun belə ədəbi cümlələrlə belə, çünki o dövr yoxdur. Bəli. Amma bu dövrün də özünə uyğun bir vəziyyətdən çıxış yolu tapa bilərik. İndi mənə Sərxan bəy icazə versə, mən də bir çıxış yolu tapmağa çalışacağım. Hələ ki qalmışam, görünməyin deyəcəm. Amma ümid var. Yəni o nəsə belə ilahidən mesajdır dediyim kimi. Belə çıxır ki, mənə deyir ki, biraz da işləmək lazım da. Görək nə edəcəklər. Komsomolun canı deyir. İndi Pakistan heç bir kitab oxuyan adam birinci hansından başlamalıdır. Başlasa yaxşı olar. Yəni başlamağı tövsiyə edərsiniz. Real həyatda nə baş verir, qısaca belə deyim. Yəni gec-tez hamı hardansa Kvanı eşidir, tapır, oxuyur. Əvvəl onu əslində səhv başa düşürlər ki, bu motivasiya uğur, nə bilim, milyonçu olmağın yollarını öyrədən bir əsərdir. Sonra söhbət təmiz başqa yerə gedir. Görürlər ki, sadəcə bir utancaq, vaxtı ilə danışmağı belə düzəməlli, bacarmayan, istəməyən bir asosial oğlanın yazı yazmağa olan sevgisinin nəticəsini oxuyurlar. Bir də yaşadığı həyatı lokal qlobal nümunələrlə. Sonra indi son dönəmlərdə əsasən danışın özünün də yəni bir tirajı çox tez bitdi. Çünki əksər insan ünsiyyət bacarığını inkişaf etdirməyə çalışır və ona görə də oradan tanıyırlar. Bu
Bir də xüsusi artıq 9 il ərzində məndə yaranmış bir kütlə var. Hansını ki, özləri daim izləyirlər, daim yoxlayırlar ki, nədir, nə deyil. Onlar artıq mənim o limitli kitablarımı götürürlər, oradan tanıyırlar. Qorxa-qorxa hərəkət edirəm. Diqqətli olmaq lazım. Hər an hər şey ola bilər. Atlan topdan demək ki, bir təhlükə var. Biraz orada. Özüm mən səhv eləməsəm yaxşı olacaq. Yox, bu dəfə eləyin, yəni yaxşı olar. Yaxşı. Yaxşı olacaq. Heç şey bilsəm yaxşı olacaq. Məncə də. Amma mənim üçün yaxşıdır. Bax, indi məni çox düşündürürsünüz. Əgər baxın, toplam 8 piyadadır, bu da 8 piyadadır. Gücü, bu piyadalar artıq var. Nəsə bir çıxış yolu tapmalıyım. Şahmatda hazırda dünya şahmatçılarında favoriniz kimdir? Kimə daha çox belə balet deyək, nə deyək edirsiniz? Əslində bir ara mən Abu Sattarovu çox belə izləməyə başladım. Özbəkistanlı idi, hə? Özbəkistan idi. Burada Fairmontda Həşimov memoriala gedəndə oradakı oyuncuların içində o çox xoşuma gəlirdi, favorit idi və o da deyəsən qalib gəldi orada. Açığı mən əslində şahmata olan sevgimin səbəblərindən biri Teymur Rəcəbovdur. Çünki onun o İspaniyadakı Linaresdəki oyunu, onun ümumiyyətlə stili və tərzi mən çox xoşuma gəlir. Düzdür, son dönəmlərdə indi biraz aktiv deyil. Amma aktiv forma deyil. Çox xoşuma gəlir, çünki onun o məşhur qaranlıq meşəyə aparıram. Mənə ən çox xoşuma gələn Alyokhin. Alyokhinlə bağlı hekayələr çox xoşuma gəlir, onun başına gələn əhvalatlar. Neyse, mənim gördüyüm odur ki, ləzzət ağırdır. Ləzzət yaxşı deyil. Alyokhinlə beşbətaş mənə də elə ağır günlər gözləyir. Aha. Yəni, eləyəyim. Bəlkə də. Okay. Amma dəyişmir də, yəni sanki neçəçəlik arpağı davam etmir. Alyokhin'in mənə yadıma gələn səfərimcə Fransaya gedib orada hələ həm dünya çempionu olan vaxtlarında necə yaşamağa çalışıb, neyniyib, neynəməyib, orada gedib hansı bir restoranlardan birində bir adamdan oyunlarının silsiləsi haqqında bir hekayə var. O düşünüb ki, heç kim burada onun dünya çempionu olduğunu bilmir və sonunda elə alınıb ki, sanki oyun oynayıb, özü uduzub, yəni uduzub deyək də, bilə-bilə və sonunda başa düşüb ki, orada qəşəng qazana bilər və gündəlik gəlib orada oynamağa başlayıb eləyib. Amma ən axırda ona həmin adam deyib, mən əslində bilirəm siz dünya çempionusunuz və mənim üçün çox böyük bir şərəfdir, filan bəs məkanda. Şey yamandır, Capablancanın özü yamandır, intuisiya ilə. Biz məsəl üçün stilə baxanda mənə intuitiv oyunçular çox xoşuma gəlir. Biri var əzbərləyiblər, teoriyanı çox güclü bilirlər. Bir də var sanki adam daxilən hiss edir ki, harada nəyi eləməlidir. Bəlkə ona görə baxma oynamaq mənə xoşuma gəlir. Çünki hesablayanda istər-istəməz həm enerji çox getirir, həm kilobayt yandırır da orada öyle qısacası. Sesim ağırdır. Mən çox sevinirəm bu məsələni. Bir yaşamaq var. Mən sanki bunu nəsə orada o məşhur söhbət oldu. O yerli müəlliflərə deyəsən bir nəfərin atı getdi. Okey. Verilişi dayandıra bilərik. Veriliş dayandırıla bilər. Şu an. Engel vəziyyətdən çıxdı.
Burada nəsə dəyişmək olur. Yoxsa elə ancaq Hayat çiftleşmeye lazımdır. neçə gedəcək. Neçə gedər də. Ben şahdan oynayabilirim. Şahdan oynayan kim mat olurum. Topla oynamalıyam ve topu değil oynamalıyam ki başıma oyun açılmasın da. Oyun top yere gideceğim. Belki bunu sürüngelim qabağa. Belə eləyirəm. Tutaq ki geldim belə. Mən də işim masanı da elə açdım. Şey. Şöyle geldim ama. Çox belə maraqlı və gülməli bir manevr. İndi əsr vaxtında oynamaq yeridir. Gələ. Məncə mənim haqqıma düşür də bu. Yaxı Sərxan bəy deyir ki, Sonra göre değişeceğim ben. belə deyir. Bunlar özü hürmet yaşamazsa bu oyun oynamırlar. İndi Qəsdim otururlar. Yani. bəlkə ki bizim də vəzifəmiz bu olmadığına görə. Sadəcə mən də heç eləmək istəmirəm deyəm. Şeyə oxşayır o təkrarlanan gedişlər məsələsinə. Belə eləyirik. Aha. Tunelin sonunda nəsə varmı? Yoxsa hələ ki? Yoxdur. Hələ ki işıq yoxdur. Şahı ile şah vereceksen deneme. Şahı versin top mu olacak? Şah. Ona göre ki şah. Hə, gətirə bilərlər. Çox belə əsr. Vaxtına. Harikasın. Sen gidiyor. İki tane şaha geri götür. Hə, inşallah. İki şaha. Hətta deyərdim 2 dəfə. Evet. Evet. İki bir. Mənim Abi haqqıma düşür. tarihe düştü yani. Hemen hikaye. Hayır oynadı. Geçen saat. 15 dakika başlayacak zaten. Çox sağ olun, çox sağ olun. Mən xoşbəxt ayrılıram. Baxmayaraq ki, 2 dəfə oturdum. İnşallah ilk kanalda evet. Amma mənə elə gəlir ki, format maraqlıdır da orada oynaya bilən də, danışmağı sevən, yazan nə bilim. Qarışdırsanız maraqlı tiplər görəcəksiniz. Evet, o var. Hələlik. Sağ olun.